Əkdə əkilən Gizella 6 üzərində olan gilas çeşidi haqqında məlumat verirəm. Hal-hazırda Svit ailəsidir. Svit Ariana çeşididir. İkinci ilidir. Biz ikinci ildə, deməli bu ildə biz hektarına 1 ton məhsul götürmüşük. Gələn ildə biz nəzərə tutmuşuq ki, minimum 5 ton məhsul versin. Mən istəyirəm ki, biz hansı işlər görmüşük və necə Gizella 6 üzərində əkilən gilas bağında məhsulun tonajını qaldırmaq olar, onun haqqında məlumat vermək istəyirəm. Birinci ildə bizdə 5 dənə budaq olub bu hissədə. Birini ən güclü budağı, sentralni budağı biz götürmüşük, üzəri yuxarı qalmışıq. Qalan 4 budağı biz əymişik və yerə paralel bağlamışıq. Və yeri paralel bağlayanda məlumat vermək istəyirəm, nə baş verir? Biz yeri paralel bağlayanda avtomatik bu budaqları biz enerjisini zəiflədirik. Bu budaqlar inkişaf eləmir və güc düşür əsas sentralni budağa. Fikir verirsiniz, ən azından inkişaf olub 1,5 metr, 1,5 metr qədər inkişaf eləyib. Deməli, bu budaqları biz saxlamışıq. Bu budaqları biz əymə eləyəndə nə baş verir? Enerji tam budaq üzərində bölünür və fikir verirsiniz ki, meyvə gözünə çevrilir. Həm enerji azalır, həm də ki, meyvə gözünə çevrilir. Fikir verirsiniz. 4 dənə budaqda hamısında meyvə var. Sonra ikinci il biz bu ili nə etmişik? Həmin keçən il inkişaf edən sentralni budağı, mərkəzi budağı biz budaq yoxdur deyəni biz budaq almışıq. O necə alırıq? İstədiyimiz gözü götürürük, hansı istiqamətə bizə budaq lazımdırsa həmin istiqamətdə gözü götürür və üstündən kəsim edirik. Kəsim də biraz dərində olmalıdır ki, o aşağıdan gələn enerji gəlib dayansın tumurcuğun yanında və budaq versin. Və onu da stimullaşdırmaq üçün, daha güclü budaq atmaq üçün xüsusi gibberellin asid deyilən stimulator var. Onu istifadə eləmişik. Deməli, eləmişik, kəsim eləmişik. Həmin budağın üzərinə biz gibberellin asid püskürmüşük və görürsünüz ki, hamısı gibberellin asidində kəsim var. Kəsim var. Bu tərəfdə görürsünüz, kəsim var. Hər yerdə kəsim var. Deməli, biz bu kəsimdən 1,5 metrdən 6, o hardasa 12 dənə budaq götürmüşük. Və kəsim ilə bəzi yerlərdə var. Məsəl üçün, kəsim eləmişik. Fikir verirsiniz, budaq gücü çatmayıb, budaq verməyib, meyvə budağına oturub. Və görürsünüz ki, bəzi yerlərdə kəsim olmayan yerlərdə fikir verirsiniz ki, budaqlar o qədər budaq verməyib. Deməli, gələn il nə edəcək? Həmin budaq, bu meyvə gözləri meyvə verəcək. Biz nəzər almışıq 5 ton və bu budaqlar ki, biz götürmüşük, həmin budaqlar gələn ilə hamısı məhsula oturacaq. Da bunları biz bağlamağa ehtiyac yoxdur. Çünki nazik budaqlarda hamısı da meyvəyə gələn il oturacaq. Bağlama ancaq yalnız iri budaqlarda. Görürsünüz ki, budaq həddindən artıq inkişaf eləyib. Onu kəssəz, orada boşluq olacaq. O vaxtı biz budaq bağlayırıq. Əgər budaq həddindən artıq güclüdürsə, biz onu eləyirik, sındıra bilərsiniz, qayçı ilə kəsib əyə bilərsiniz və o budağın enerjisi azalacaq və o da həmin vaxtı meyvəyə düşəcək.